Əziz dostlar, Əhlüsünnədən olan bəzi qardaşlarımız belə bir iddia ilə çıxış edirlər. Rafizlərin kitablarında, əziz qardaşlar, ümumiyyətlə Əlinin Fatiməni qəzəbləndirməsi bir neçə yerdə keçir. Mövcuddur. Məsələn, baxın, həm Qummi, həm Məclisi, həm Saduq rəvayət ediblər. Görün, nə rəvayət ediblər? Fatimə, yəni bu Rafizlərin kitablarındadır. Bir gün gəlir və görür ki, İmam Əlinin başı cariyəsinin hicrindədir. Dahi demirəm, hicr nədir? Fatimə deyir ki, ey Əbulhəsən, ey Həsənin atası, yəni Əli, neynirsən, neynədim, yəni bu nədir? Əli deyir ki, ey Muhammedin qızı, heç nə etmədim, deyir. Heç nə etməmişəm. Nə istəyirsən? Fatimə deyir ki, heç nədir, icazə ver, gedim, atamın evinə, qəzəblənir, görür, mənzərəni görür, Əli neynir? Mənzərəni görür, qəzəblənir. Və deyir, nə istəyirsən? Deyir, heç nə istəmirəm, sadəcə icazə ver, gedim atamgilə, atam evinə. Və Fatimə radiyallahu anhə icabını geyinir, gedir atası gilə. İndi maraqlısı nədir? Görün, Rafizlər buna nə deyirlər? Xoi. Deyir ki, Fatimənin qəzəblənməsinə dair İmam Əlinin feilində, yəni əməlində, o hərəkətində heç bir problem yox idi, deyir. Heç bir problem yox idi. Nə demək istəyir? Demək istəyir ki, Fatiməyə hər əziyyət verən şey haram deyil. Yəni, subhanallah. Abu Bakr olanda, məsələdə, söhbətdə, haramdır, əziyyətdir, məzəmmət olunur. Amma Əli olanda haram olmur. Heç bir problem də yoxdur. Bu cür deyib altından çıxırlar. Vəssalam. Burada deyilənlərlə bağlı bir neçə məqama diqqət yetirək. Təəssüflər olsun ki, Əhlüsünnədən olan qardaşımız yalan məlumat verir və açıq şəkildə şiələrə böhtan atır. Rafizi ifadəsi ilə olsa belə. Əslində burada söylənilən hədis Buxari və Müslimin əsərlərində Allah Rəsulu dünyasını dəyişən zaman 7-8 yaşında olmuş Misvər bin Məhrəmədən nəql edilir və heç bir mötəbər şiə mənbəyində rast gəlinmir. Belə ki, bu hədis Kutub-i Ərbəə kimi tanınan şiələrin mötəbər saydığı 4 məşhur kitabda nəql edilmir. Əl-Kafi əsərində yoxdur, Mən lə yəhdurhul fəqih əsərində yoxdur, Təhsib əsərində yoxdur, İstibsar əsərində yoxdur. Hədisə Nəhcül Bəlağə əsərində də rast gəlinmir. Qardaşımızın iddialarına rəğmən bu hədis məclisi tərəfindən Biharul Ənvar əsərində yalnız Buxaridən nəql etmə formasında rəvayət edilir və o həmin hədisi açıq şəkildə rədd edir. Belə ki, hədisin sənədi, yəni ravilər silsiləsi şiələrə görə mötəbər hesab edilmir. Rəşad qardaşımıza sual. Bir müəllif öz kitabında bir hədisi gətirib, onu rədd edirsə, onda iddia edilə bilərmi ki, filan müəllif də kitabında bu hədisi yazıb? Məlumat üçün qeyd edək ki, Məclisi 110 cildlik əsərində bir ensiklopedik toplu formasında həm sünni, həm də şiə rəvayətlərini nəql edib və əsla onların mötəbərliyini iddia etməyib. Bu əsər şiə hədis elmində ümumiyyətlə mötəbər hesab edilmir. Konkret bu hədisə gəldikdə, hələ qədimdən böyük şiə alimləri, o cümlədən Şeyx Tusi özünün Təlxis-əş-Şafi əsərində, Şeyx Müfid özünün Təshih-əl-İtiqad və Əl-İrşad əsərlərində, Şeyx Təbərsi özünün Məcməül-Bəyan əsərində, Əllamə Hilli özünün Təzkirətül-Fuqaha və Minhəcəl-Kəramə əsərlərində hədisi qətiyyətlə inkar etmişlər. Misal olaraq Şeyx Tusinin rəddiyəsinə nəzər salaq. O özünün Təlxis-əş-Şafi əsərində Fatimənin qəzəbi ilə bağlı olan və Əlinin güya başqa bir qadınla evlənmək istəməsi barədə rəvayəti şərh edərək bunları yazır. Bu xəbər Əhlüsünnə tarixçilərinin uydurmasıdır. Bizim alimlərimiz onu nəql etməmişlər. Bu onların siyasi xəbərlərindən biridir. Təlxis-əş-Şafi, cild 3, səhifə 156-158. İndi keçək qardaşımızın iddia etdiyi məclisiyə. Mərhum Məhəmməd Baqir Məclisi bu rəvayəti həm Mir'ətül Uqul əsərində,
cilt 20, səhifə 42-43, həm də Biharul Ənvar toplusunda cilt 43, səhifə 54-55 açıq şəkildə rədd edir. O qeyd edir ki, bu xəbər şiə istinadlarına malik deyil, yalnız sünni sirə və tarixçilərindən nəql olunmuşdur və mətn baxımından Əli və Fatimənin məqamına əsla uyğun gəlmir. Məclisi bu səbəbdən rəvayəti qəbul edilməz sayır və şiə hədis irsinə aid olmadığını vurğulayır. Sözü gedən uydurma hədisə bənzər rəvayəti Əhlüsünnədən olan qardaşımızın da adını çəkdiyi kimi Şeyx Səduq özünün İləlüş-Şərai əsərində cilt 1, səhifə 185-də fərqli mətnlə nəql edib. Amma təəssüflər olsun ki, Rəşad qardaşımız tamamilə fərqli mətni təqdim edir və iddia edir ki, güya bu rəvayəti Şeyx Səduq da öz əsərində nəql edib. Əvvəla qeyd edək ki, Şeyx Səduq hətta öz gətirdiyi hədisin belə səhih olduğunu iddia etməmişdir. Həmin rəvayətin isnadında İbn Əbi Muqdamın adı yer alır ki, məşhur şiə hədis alimi Əllamə Hilli onun barəsində çox zəif, daif ciddən olduğunu bildirir. Həmçinin rəvayətdə adı keçən Ziyad İbn Abdullah da məchul şəxs kimi qəbul edilir. Bütün bunlardan daha mühüm olanı Rəşad qardaşımızın rəvayəti oxuyarkən etdiyi təhrifdir. O rəvayətin əvvəlini və sonunu ümumiyyətlə oxumur. Rəvayətdə isə belə deyilir. Bir bədbəxt alçaq birisi, ərəb dilində şəqiyyun minəl əşqiya, Fatimənin yanına gəlib dedi. Xəbərin yoxdur ki, Əli Əbu Cəhlin qızına elçi gedib? Fatimə soruşdu. Dediyin düzdür? O kişi dedi, bəli, düzdür. Bunu 3 dəfə təkrar etdi. Rəvayətin son hissəsində isə deyilir ki, Allah Rəsulu məscidə gedir, Əli orada namaz qılırdı və Peyğəmbər ona buyurur. Məgər bilmirdinmi ki, Fatimə mənim bir parçamdır, mən də onun? Kim ona əziyyət verərsə, mənə əziyyət vermiş olar. Kim mənə əziyyət verərsə, Allaha əziyyət vermiş olar. Əli dedi, bəli ey Allahın Rəsulu. Peyğəmbər buyurdu, bəs səni etdiyin bu işə vadar edən nə oldu? Əli dedi, səni haqq olaraq Peyğəmbər göndərən Allaha and olsun ki, mənim barəmdə ona çatan deyilənlərdən heç nə baş verməmişdir və mən bunu heç zehnimdən də keçirməmişəm. Peyğəmbər buyurur, sən doğru deyirsən. Bununla da Fatimə sevindi və gülümsədi. Elə ki, dişləri göründü. Şeyx Səduq İləlüş-Şərai, cilt 1, səhifə 185. Rəşad qardaşım, şiə mənbəyindəki hədis bu şəkildədir. Əgər obyektiv fikir söyləmək istəyirsinizsə, ən azından rəvayəti olduğu kimi oxuyun, sonra tənqid edin. Hədisin bu əsas hissələrini niyə gizlədirsiniz ki? Axı məsələnin kökü hədisin elə bu hissəsindədir. Bədbəxt bir şəxs xəbər verir ki, güya Əli Əbu Cəhlin qızına elçi gedib. Fatimə bu xəbərə görə narahat olur, atasına bildirir. Peyğəmbər də məsələni araşdırıb şahidi olur ki, bu xəbər yalan xəbərdir. Fatimə də bunu bilib sevinir. İndi deyin lütfən, Əli burada hansı əməli ilə Fatiməni qəzəbləndirib? Qeyd edək ki, müasir şiə alimləri, o cümlədən elə qardaşımızın adını çəkdiyi Ayətullah Xoyi də sözü gedən hədisi rədd etmişlər. Xoyi özünün Mucəm Ricaləl Hədis əsərində 22-ci cildin 240-241-ci səhifələrində bunları yazır. Bu rəvayət yalnız Əhlüsünnənin tarix və sirə kitablarında zikr olunmuşdur. Bizim şiə mənbələrində istinadı yoxdur. Üstəlik, mətn baxımından da qətiyyən qəbul edilə bilməz. Ayətullah Xoyi, Mucəm Ricaləl Hədis, cild 22, səhifə 240-241. Xülasə, bu rəvayət şiə hədis elminə görə zəif, hətta bir çox alimlərə görə uydurma hədisdir. Onu heç bir şiə alimi mötəbər hədis saymamış və şiələrin mötəbər qəbul etdiyi heç bir hədis mənbəyində nəql edilməmişdir. Tarix boyu heç bir şiə alimi onu səhih adlandırmamışdır. Şahidi olduğumuz kimi, Ayətullah Xoyi də hədisi rədd etmişdir. O sadəcə Əhlüsünnənin irəli sürdüyü iddialara cavab olaraq qeyd etmişdir ki, sözü gedən rəvayətdə Əli dinə zidd olacaq heç bir əməl etməmişdir ki, Fatimə ona görə üzülmüş olsun. Bəli, Ayətullah Xoyi özünün Minhacus Salihin və Mucəmu Ricalil Hədis əsərində bu rəvayət barədə müzakirə açaraq açıq şəkildə bildirir ki, sözü gedən rəvayətdə Əli tərəfindən dinə zidd, haram və ya məzəmmət olunacaq heç bir əməl baş verməmişdir ki, Fatimə buna görə kədərlənsin və ya qəzəblənsin.
Xoyi bildirir ki, Əlinin əməllərində haram bir iş olmadığından Fatimənin və ya Peyğəmbərin bundan narahat olması iddiası həm mətn baxımından, həm də məsumların məqamı baxımından qəbul edilməzdir. Bunları Xoyi əsla Əliyə haqq qazandırmaq üçün demir, sözü gedən rəvayəti rədd etmək üçün bildirir və açıq şəkildə rəvayəti rədd edir. Amma təəssüflər olsun ki, qardaşımız Xoyinin rəddiyyəsini belə kontekstdən çıxarıb saxta iddiasını möhkəmləndirmək üçün istifadə edir. Əli həyatı boyu Fatiməni qəzəbləndirəcək heç bir iş görməmişdir və tarix də şahiddir ki, Fatimə dünyasını dəyişənədək onun başqa bir zövcəsi olmamışdır. Qardaşımızın gətirdiyi hədisin son hissəsinə bir daha diqqət yetirək. Əli deyir, səni haqq Peyğəmbər göndərən Allaha and olsun ki, nə belə bir hadisə baş verib, nə də belə bir şey mənim zehnimdən keçib. Peyğəmbər buyurur, sən doğru deyirsən. Fatimə də sevindi və məsələ aydınlaşdı. İndi bunları deməklə Rəşad qardaşımız Əbu Bəkrin Fatiməni qəzəbləndirməsinə haqq qazandırır. Halbuki Əbu Bəkrin Fatiməni qəzəbləndirməsi Əhl-i-Sünnənin də, şiələrin də səhih qəbul etdiyi hədislərdə aşkar şəkildə bildirilir. Amma onun səbəbi Qurana qarşı aşkar davranmasıdır. Əbu Bəkir Fatimənin haqqı olan fədək torpaqlarını onun əlindən almış, hətta onun vərəsəlik haqqını belə inkar etmişdir. Halbuki vərəsəlik haqqı Allahın Quranda aşkar şəkildə buyurduğu ayədir və həmin ayədə Allah heç kəsi, o cümlədən Peyğəmbər varislərini bu haqdan istisna etmir. Əbu Bəkir güya Allah Rəsulunun biz peyğəmbərlər irs qoymuruq dediyini iddia edir. Halbuki bu söz irslə bağlı olan aşkar ayəyə ziddir. Üstəlik Əbu Bəkir Allah Rəsulunun heç bir zövcəsini vərəsəlik haqqından məhrum etməmiş, peyğəmbərdən onlara qalan evləri, mal mülkü əllərindən almamışdır. Buxari özünün səhih əsərində Ayşədən bu hədisi nəql edir. Allah Rəsulunun qızı Fatimə, salam olsun ona, Rəsulullahın vəfatından sonra Əbu Bəkir Əs-Siddiqdən istədi ki, Allahın Rəsula verdiklərindən Rəsulullahın qoyub getdiyi mirası ona bölüb versin. Əbu Bəkir ona dedi, həqiqətən Allah Rəsulu belə demişdir. Biz miras qoymuruq, qoyduğumuz şey sədəqədir. Bunun üzərinə Allah Rəsulunun qızı Fatimə qəzəbləndi və Əbu Bəkirdən küsdü və ölənədək onunla küsülü qaldı. O Allah Rəsulunun vəfatından sonra 6 ay yaşadı. Səhih Buxari, Xumsun vacibliyi babı, hədis 3092-3093. Görünür qardaşımız iddia etdiyi hədislə Əlinin də Əbu Bəkir kimi Fatiməni incitdiyini sübut etməyə və güya şiələrin ikili standartlarla Əliyə haqq qazandırdığını, Əbu Bəkri isə qınadığını göstərmək istəyib. Amma əziz qardaşım, bilin ki, söylədiyiniz hədis tamamilə yalandır və heç bir şiə bu hədisi qəbul etmir. Şiəliklə mübarizə apardıqda da doğru dürüst olun və lütfən şiənin iddia etmədiyini yalandan şiənin adına çıxartmayın. Allahın bu ayəsini heç vaxt nəzərdən qaçırmayın. Ey iman gətirənlər! Allah qarşısında sabit qədəm və ədalətli şahidlər olun. Hər hansı bir cəmaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu təqvaya daha yaxındır. Allahdan qorxun, Allah etdiklərinizdən xəbərdardır. Maidə surəsi, ayə 8.